Sakla sakla. Salam hörmətli izləyicilər. Hər birinizin bildiyi kimi artıq bir həftədir ki biz Hampa dağında təmizlik işləri, ağac əkmə və söhbətgahın tikintisi ilə məşğul idik. Son günlər nəinki rayonumuzda, hətta respublikada Hampa dağı rezonans doğurub. Bura çoxlu insanlar gəlir, gördüyümüz işlərə tamaşa edirlər. Bu seyrəngahdan kəndləri seyr edirlər. Biz qərara gəldik ki, burada 12 ədəd palıd ağacı əkmişdik. Daha 12 ədəd xan çınar ağacı əkək. Bugün ağacları əkdik. Yolda təmir işləri aparılır. Yaxın günlərdə, yəni biz istədik biraz tez insanların istifadəsinə verək. Lakin hava çox soyuqdur. Yəni bura kəndlərdən hündürlüyü olduğundan kəndlərə nisbətən burada hava çox soyuqdur. Yəni küləklidir. İnşallah Allahın köməyi ilə havalar istiləşsin. Hər biriniz burada istifadə edib, burada istirahət edə bilərsiniz. Hər birinizi burada görmək bizə xoş olacaq. Hal-hazırda bizim işlərimiz yekunlaşdı və Hampa dağını seyr etməyə hər birinizi dəvət edirik. Çox sağ olun.